Təhsil naziri bunu eləyir. Onu o vəzifəyə təyin edəndə o bilmirdi ki, bu kimdir. Qəhvəxanalar var. Baxın, nə qədər yeniyetmə qız. Uşaqlar bıçaq gəzdirir. Məktəbdə bıçaq nə gəzdirir? Xoş qədəmlərə, ayzaurlara və digərlərinə hansı çağırış eləyərdiniz? Ailə Uşaq Komitəsi işləmir. Yox belə bir komitə. Məqsəd Azərbaycan təhsil sistemini məhv etmək. Valideyn öz büdcəsinin nə üçün 70%-ni repetitora verməlidir? Mən özəl universitet rektoru tanıyıram ki, buradan qazandığı milyonlarla Gürcüstanda hotel tikir, klinika tikir. Uşaq gəlir ali məktəbə dərs öyrənməyə, yoxsa bu nə geyimdir? Bu təlxəlikdir. Bu eşək deyir, mənim dədəmdir. Başı. Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. Bizim bucaq efirdədir. Bizim bucağın bu dəfəki qonağı keçmiş millət vəkili, təhsil eksperti Etibar müəllim Əliyevdir. Etibar müəllim, xoş gördük. Təşəkkür edirəm, sağ olun dəvətə görə. Etibar müəllim, son vaxtlar məktəblilərin törətdiyi cinayətlərin, özü də ağır cinayətlərin sayı artıb. Sizcə bu məsələdə əsas günahkar kimdir? Müəllim, məktəb, valideyn, Təhsil Nazirliyi və ya başqa aidiyyatı qurumlar? Mən də müşahidə edirəm məktəbli cinayətlərin sayının artımını. Əlbəttə ki, bütün dövrlərdə məktəb 3 fundamental funksiyanı yerinə yetirməyə çalışıb. Birincisi, şagirdlərə zəruri biliklərin verilməsi. İkincisi, bəlkə də təhsildən də önəmli faktor, tərbiyə faktorudur. Üçüncüsü isə uşaqların fiziki hazırlığının gücləndirilməsi. Və indiki durumda yuxarı sinif şagirdlərinin kütləvi şəkildə məktəbdən yayılması əlbəttə ki, tərbiyə prosesini pozur. Uşaqlar məktəbdə olmalıdırlar ki, müəllimlər tərəfindən tərbiyə olunsunlar və çox təəssüflər olsun ki, Turan bəy indi məktəb özünün əsas funksiyasını itirib, tərbiyə funksiyasını itirib. Və bütün klassik pedaqoqlar yalnız və yalnız pedaqogikadan əsərlər yazanda onun tərbiyə tərəfini önə çəkiblər. Və hətta hansısa bir şəxs, hansısa bir nalayiq hərəkət eləyəndə biz ona demirik təhsilin olsun, biz ona deyirik tərbiyən olsun. Tərbiyə bu qədər önəmli bir məsələdir. Mən burada başqa şəxslərdən fərqli olaraq həm pedaqoq kimi burada birmənalı şəkildə deməli məktəbi günahlandırıram. Çünki valideynlər savadlı da ola bilər, savadsız da ola bilər, universitet məzunu da ola bilər, kollec məzunu da ola bilər, savadsız da ola bilər. Onlar tərbiyənin fəlsəfəsini bilmir. Müəllim ali məktəbdə oxuduğu vaxt pedaqogika fənni, psixologiya fənni keçir. Və bunlar məhz uşaq psixologiyasının, eyni zamanda uşaq sağlamlığının, psixi və fiziki sağlamlığının deməli, güclənməsinə imkan verən fənlərdir. Və biz hesab eləsək ki, uşağın əsas vaxtı məktəbdə keçir. Burada məktəb heç vaxt özünü indiki bax sizin qeyd elədiyiniz negativ hallardan kənarda qoya bilməz. Şübhəsiz ki, valideyn-məktəb münasibətləri də həddindən artıq, deməli, belə deyək ki, zəifdir. Etibar müəllim, son vaxtlar təhsil ocaqlarına bıçaqla gələn şagirdlərin sayı artıb. Yəni, onlar əllərinə, ciblərinə bıçaq qoyaraq məktəbə gəlirlər. Onlar təhsil ocağının girişində yaxşı yoxlanılmırlar. Sizcə bununla bağlı necə ölçüsü götürülməlidir? Bəlkə həmin şagirdlər ilə 9-cu sinifdən çıxarılmalıdır ki, digərlərinə, digər yaxşı oxuyan uşaqlara pis nümunə olmasınlar. Nə düşünürsünüz? Maraqlı sualdır. Azərbaycan Respublikası Konstitusiyasında icbari təhsil 9 illik nəzərdə tutulur. Yəni, əgər uşaq 9-cu sinifi bitiribsə, buraxılış imtahanlarını müvəqqətiyyətlə veribsə, bunu yenə də taleyin ümidinə buraxmaq olmaz. Yəni, bu birmənalı olaraq peşə məktəblərinə üz tutmalıdır, kolleclərə üz tutmalıdır. Çox təəssüflər olsun ki, həmin uşaqların böyük kəsimi
texniki peşə məktəblərinə üst tutmurlar. Bu çox qüsurlu haldır. Mənim yadıma gəlir, Sovet vaxtı metrolardan çıxanda peşə məktəblərinin reklamı aparılırdı. Yaxınlaşırdılar insanlara ki, bizdə bu peşələr verilir və s. Və indiki dövr, 4-cü sənaye inqilabı dövrü peşə əsridir. Ali təhsilli şəxslər artıq deməli, özlərinə daha çox iş tapa bilmirlər. Peşə əsridir. Yəni, bunu da nəzərə almaq lazım. Digər tərəfdən isə, bəli, siz haqlısınız. İndi hələ çox cüzi bir hissəsi məktəbdə baş verən o cür xoşagəlməz halların bir hissəsi verilir sosial şəbəkələrə, mətbuata və uşaqlar 9-cu sinif, 10-11-ci sinifdə bıçaq gəzdirirlər. Mənim yanımdadır, Sovet vaxtı cibində bıçaq gəzdirənə cinayət məsuliyyətinə cəlb edirdilər. Birmənalı yoxlanmalı uşaqlar və məktəblərdə baş verən o cür deməli, mübahisələrin qanunla nəticələnməsində biz görürük ki, əksəriyyət bıçaqla baş verir bu məsələ. Məktəblidə bıçaq nə gəzir? Məktəbli bıçağı hardan alır? Düzdür, bıçaq satılır, deməli, təsərrüfat malları mağazalarında. Bir ara biz məsələ qaldırdıq ki, dənə-dənə satılan siqaret ləğv olunsun. Çünki bu şagird üçün satılırdı. Çünki o evə qutu apara bilməz axı. Deyəsən, o məsələni həll elədilər. Bir ara biz məsələ qaldırırdıq ki, mən dəfələrlə çıxış eləmişəm. Uşaqların məktəblərin əhatəsində, qəsəbxanalarda uşaqların gözünün qabağında heyvanların başına bıçaq kəsirlər. Bu aqressiyadır. Aqressiyadır. Mən nəvəmi aparanda, nəvəm mənə bir neçə sual verdi, mən ona cavab verə bilmədim. Bunlar, bilirsiniz, biz uşaq tabloları əsasını nəzərə almırıq, uşaq beyninin ağ lüfəsini nəzərə almırıq, ora nə yazılır. Və Kant deyirdi ki, nə badə uşaq vaxtı böcəkdən qorxudasınız. 70-80 yaşına çatana qədər ora yazır, o böcəkdən qorxacaq. Bu uşaq psixologiyası. Və uşaqlar açıq şəkildə TikTok-a, digər deməli, saytlara girirlər, müxtəlif belə aqressiv filmlərə baxırlar, müəyyən aqressiya ilə müşahidə olunur. Dərhal bilirsiniz, bunların psixikası dəyişir. Uşaq yalnız kitab görməlidir. Maraqlı bir şey deyim sizə. Bill Gates'in həyat yoldaşı Mallory'nin xatirələri var. Deyir, biz uşaqlarımıza 16 yaşında smartfon verdik. 16 yaşında telefon verdik. Çünki bunun nə dərəcədə zərərli olduğunu biz bilirdik. 16 yaş. Bu məsələləri icad edən şəxslər bunun zərərini də bilirlər. Etibar müəllim, son vaxtlar məktəb dəhlizlərində qadın valideynlərlə qadın müəllimlər arasında müəyyən konfliktlər yaşanır. Bəzən şagirdlərin gözü qarşısında saç yoldusuna çıxırlar. İndiki vəziyyəti soruşmaq istəyirdik sizdən. Valideyn-müəllim münasibətləri sizcə yerindədirmi? Və bu uçurumun kökündə nə dayanır? Bilirsiniz, bu konfliktin kökündə maddiyyat durur. Yəni, məsələn, valideyn hesablayır öz büdcəsini. Öz büdcəsinin nə üçün 70%-ni repetitora verməlidir? Axı, dövlət hər uşağa vəsait ayrılır, standartlar müəyyənləşdirilir, proqramlar yazılır, milyonlarla manat dərsliklərə vəsait ayrılır. Və bu aqressiya yaradır, bu maddiyyat aqressiya yaradır. Bilirsiniz, onun ardınca başqa məqsədlər üçün pul yığılır, bayram üçün pul yığılır. Başqa müəllim direktordan sinif otağını icarəyə götürür, ona pul verir, o da onu valideynindən alır. Bu maddiyyat olan tərəfdə bu konflikt səngiməyəcək. Və digər tərəfdən isə bu konflikti yaradanların 80% direktorlardır. Çünki onlar məktəbi bilmirlər. Onlar məktəbin hansı dəyər daşıdığını bilmirlər. Məktəbin əhəmiyyətini bilmirlər. Pedagogikanı bilmirlər. Psixologiyanı, təsadüf adamlar 80%. İxtisaslara uyğun gəlmir. Müəyyən səbəblərdən qoyulub bunlar.
Bunlarda maddiyyat məsələsi də var, maddi məsələ də var. Maraqlıdır, bəs Təhsil Nazirliyi bunlarla niyə bacara bilmir? Təhsil Naziri bunu eləyir. Bunları indi mən bir sual verim sizə. Bəli. Yəni bu səs yazısı yazılan onlarla məktəb direktorunu ki, ictimailəşdirilir. Onu o vəzifəyə nazir təyin edəndə o bilmirdi ki, bu kimdir. O bilmirdi ki, bu işlərlə məşğul olacaq. Mehdizadə deyirdi ki, 27 il Maarif naziri olub. Nəinki Maarif naziri olub. O deyirdi ki, kabinetində oturan müəllim Kəlbəcərdə, Laçında, Qubada, Xaçmazda, Tovuzda, Gədəbəydə, ən ucqar kənddə dərs prosesini hiss eləmədi. Bizim Elm və Təhsil Naziri yanındakı məktəbdəki hansı proseslərin getdiyindən xəbərsiz. Çünki təhsil adamı deyil. Bunlar bilirsiniz, bunlara bir menecer adı qoyublar, qeyri-müəyyən bir addır. Təhsil meneceri təhsil idarə edən pedaqoqlar olmalı. Məktəbi bilməli, valideyni bilməli, insanlarla söhbət eləməli, konfliktlərdən kənar olmalıdır. Məsələn, baxın, indi bizim bəzi ekspertlər Finlandiya təhsil sistemini yönə çəkir. Burada 5 prinsip sistemi var. Onun biri məktəb direktorunun şəxsiyyətidir. Məktəb direktoru digər müəllimlərdən fərqlənmir, iyarxiya baxmır. Özü də dəstəyir, kollektivin içindədir. Məsələn, bir məktəb vardı, onun indi deyəsən o direktorun səs yazısı, deyəsən o. Onu başqa bir məktəbdən gətirib o həmin məktəbə direktor təyin elədilər. Daha doğrusu Gəncədə onun cinayət işi qaldırılmışdı. Onu gətirdilər, bu məktəbə qoydular. O Range Rover üçün deməli əsas qapını bağladı, Range Roveri o salmaq üçün. Dar bir çığır açdı uşaqlar. Bu bilirsiniz, 21-ci əsrdə bu cür instinktlər qəbul olunmazdı, Tural bəy. Bəs bilmirdiniz onu nə üçün? Bunlar bilmir onu nə üçün gətiriblər ora. Nazir hiss eləməlidir kadrları. O hansı yenilikləri gətirəcək, ənənələri necə qoruyub saxlayacaq. Ümumiyyətlə, məktəbə aid olan elmləri bilirmi, dərsliyi bilirmi? Hətta xatırlayıram, təxminən 2 il bundan qabaq, heç 45 dəqiqə, 1 saat pedaqoji təcrübəsi olmayan bir şəxsi, vaxtilə icra başçısının müavini işləmiş bir adamı gətirib regional təhsil idarəsinə sədr qoymuşdular. Sizcə bu cür seçimlər, bu cür təyinatlar doğrudurmu? Buna münasibətinizi bilmək istəyərdik. Bəli, bunlar əgər şəkər zavodundan Təhsil Nazirliyinə, Ümumi Təhsil Məktəblər şöbəsinə, əgər Azqranatadan deməli adamları gətirib yüksək vəzifə verirlərsə, deməli burada tamam məqsəd başqadır. Məqsəd Azərbaycan təhsil sistemini məhv eləmək. Bunu mən deyirəm, demişəm. Deputat olanda da demişəm. İndi də deyirəm. Çünki məktəb elə bir dəyərdir ki, hamının qayğısına qalmalıdır. Mən oxumuşamsa məktəbdə 54 il bundan əvvəl, indi mənim nəvəm oxuyur. Mənim nəvəm oxuyur. Demək ki, o bağlılıq hara gəlib çıxıb. Mən bu təsisatın, bu dəyərin qeydindən necə qalmayayım? Necə qalmayayım mən? Siz necə qalmayasınız? Dostumuz necə qalmaz? Kimlər ki, məktəbə qarşı biveşdirlər, ali təhsildə şəxsiyyət başqa yönümdə formalaşır. Kim ki, məktəbə laqeyd münasibət bəsləyirsə, o belə deyək ki, vətənsevərliyə də laqeyd, vətəni sevməyə də laqeyd münasibət bəsləyir. Bu mənim prinsipimdir. Məsələn, mən məktəbli kitabı yazmışam. Başqalarından fərqli olaraq mən satmıram, məktəblərə hədiyyə eləyirəm. Çünki satmağın özü də kitabı müəyyən dərəcədə dəyərdən salır. Mənə belə gəlir ki, Tural bəy, mən belə bir məsələni deyim ki... Amma sizin həmkarınız Aqil Abbas deyirdi ki, mən ümumiyyətlə müəllimlərin satıcı olmasına qarşıyam. Aqil Abbas deyirdi ki, müəllimlər soğan əkməlidir, Biri deyirdi, fəhlə işləməlidir, bilirsiniz? Yox, müəllimə bir mənə olaraq qayğı göstərmək lazım. Etibar müəllim, necə olur ki, müəllim sinifdə dərs dediyi şagirdinə
yenidən evində hazırlıq keçir. Müəllimin doğrudanmı maaşı azdır ki, belə bir seçimə əl atır? Ümumiyyətlə, dərs dediyi şagirdə yenidən repetitorluq etmək nəyə gərəkdir? Özü öz verdiyi təhsilə inamı yoxdursa, niyə evində ona yenidən dərs keçir? Müəllimin, bəli, indiki bazarla müəllimin əmək haqqısı mən düşünürəm ki, azdır. Baxmayaraq ki, diaqnostik qiymətləndirmədən sonra, sertifikasiyadan sonra müəyyən dərəcədə artım var, ancaq bazar qabaqlayır onları. Bazar qabaqlayır, bilirsiniz. Müəllimin, ümumiyyətlə, vətəndaşın büdcəsini nə dağıdır? Səhiyyə ilə təhsil. O müəllim özüdür uşaqlarına repetitor tutur, 500 manat, 600 manat verir. İkisi dağıdır. Bir müayinə neçə manat? 300, 500. Buna görə və tibbi maarifçilik olmadığına görə də kimisi arasında arğı baş verəndə deyir, mən xərçək tutmuşam. Tibbi maarifçilik aşağı səviyyədə olduğuna görə. Siz o özəl klinikalara baxın, inatsan yerə düşürlər. Bunlar hamısı sinir xəstəlikləridir. Siz o, yəni, əgər o təhsillə səhiyyə insanların büdcəsini sökməsə, müəllim uşaqlarına meyvə dalar, ət dalar, başqa vətəndaşlar da normal qidalandır. İndi baxın, həmən o vətəndaş 500-600 manatı 10-cu sinifdən baş 9-cu. İbtidai təhsildən o günü mənim bir qonşum gəlir. Gecə qaranlıqda uşağı sürütlüyə. Deyirəm, hardan gəlirsən? Deyir, uşağı repetitordan gətir. Deyirəm, bunun neçən sinifdə? Deyir, 4-cü sinifdə. Gecə saat 7-8-dir. Bu nədir? Bunu niyə qoyublar? Burada məqsəd, İbtidai sinif müəllimi niyə öyrətib? Sadə, ən sadə pillə ibtidai təhsil pilləsidir. İndi əgər valideyn, o 500-600 manat uşağın geyiminə, yeməyinə versə, bu sağlamlığa da təsir göstərə bilər. Sağlam olmalıdır uşaqlar. Kant deyirdi ki, xarakter formalaşdırmadan bilik vermək olmaz. Əvvəl xarakter, oturmağı, rejimi. Siz indi bir ali məktəblərin yanından keçəndə baxın, adamın ürəyi ağrıyır. Gənclər məlum tipləri xatırladırlar, televiziya tipləri, kimsə güldürmək istəyirlər. Çünki intellektual, elmi verilişlər yoxdur. Mən İTV-yə müraciət eləmişdim, elmi veriliş açıq, heç vecinə də almadı. Çünki maraqlı deyil onun üçün. Onlar üçün maraqlı deyil, bilirsiniz. Bəlkə məktəblərdə kişi müəllimlərin sayı azdır deyə bəzi oğlan uşaqları, şagirdlər, yeniyetmələr belə qadın hərəkətlər eləyirlər. Birisi bu faktorun təsiri var. Ancaq bunu deyəndə də deyirlər müəllim fərqi yoxdur. Yox, var. Tarixən təbiət elmlərinin müəllimləri kişi müəllimlər. Baxın, qadın müəllimə bir müddətdən sonra ailə qurur, məktəbdən ayrılır. Yenidən qayıdır. Kişi müəllimlərin iş prinsipi fərqli olur. Təsadüfi deyildi ki, Yaponiyada ibtidai təhsil pilləsində yalnız kişi tərbiyəçilər işləyir. İndi siz bir nəfər kişi ilə rastlaşsanız ki, harda işləyirsən, desə ki, bağçada işləyirəm, hamınız gülərsiniz ona. Gülərsiniz ona ki, kişi bu geyib, özünə niyə iş tapmayıb. Kişi tapmayıb. İbtidai sinif müəllimlərin hamısı qadınlardır. Əslində formalaşma oradan gedir. Sony şirkətinin prezidentinin keçmiş Sony şirkətinin prezidentinin bir kitabı var. Rusça belədir. После 3 уже поздно. 3 yaşından sonra artıq keçdi. 20 yaşına çatır, səhv eləyir. Bir yaş uşaqdır da. Bilməyib. Öyrənər də. O yaşın anını biz tuta bilmirik. O yaşın anını biz tuta bilsək, Tural bəy, bizdə nə qədər dahilər olar, onu tuta bilmirik. Onu tutmaq niyyəti də yoxdur, bilirsiniz. Məsələn, Jaspers'in gözəl bir sözü var, deyir, hər bir uşaqda bir dahilik yatır. Amma bu get-gedə sönür, ona görə sönür ki, valideynləri, müəllimləri, uşaqların suallarına doğru dürüst cavab vermirlər. Bəlkə Sovet təhsil sisteminə yenidən qayıtmalıyıq?
Bərpa olunmalıdır mı? Yox, Sovet təhsil sistemindən biz, indi o qalır, Sovet təhsil sisteminin ənənələri qalır, kafedra sistemi qalır universitetlərdə, məktəb direktoru, texnik Yox, onlar. tərbiyə sistemi məsələn. Tərbiyə sistemi Sovet tərbiyə sisteminin özünün deyildi. Yəni Sovet bəli, pedaqoqlar var idi, ancaq çox zəif idilər. Pestalozzi'nin Kantın qabağında, Dewey'nin qarşısında çox zəif idilər. Sovetli vaxtı Kantın pedaqogika 8 cildi çap eləmişlər. Kantın pedaqogika traktatı orada yox, çünki sərf eləmirdi. Yəni Alman təhsil sistemi onun üstündədir. Sovet təhsil sistemində nizam-intizam çox güclü idi. Məktəblərdə nizam-intizam çox yox, keçidlər var idi. Oktyabrat, Pioner, Komsomol, sonra da kimsə partiya keçirdi və s. Orada bir qəribə bir məqam var idi. Hərəsinin öz simvolu var idi və hərəsinin bir ruh yüksəkliyi yaradı. Məsələn, mən baraban çalırdım o tədbirlərdə, bir şeypur çalırdım. Və bilirsiz, maraqlı bir şeydir. Böyük artistlər, Əli Ağa Ağayev, Həsən Ağa Turabov, Həsən Məmmədov, Fuad Poladov, Fazil Salayev, bunlar harada yetişir? Bunlar məktəb dərnəkləri yetişdi. Bəli. 30-40-cı illərdən başladı, düz 70-ci illər. Məktəb dərnəkləri istedadı oyadıb və məktəb dərnəkləri. Son vaxtlar 150-200 balla universitetə qəbul olanları görürük və daha sonra da universiteti bitirib işsiz qalırlar, çünki savad səviyyələri çox aşağı olur. Niyə belə olmalıdır? Ümumiyyətlə, bəlkə keçid balını yüksəltmək lazımdır. Bu, plan yerləri ilə bağlıdır. İstənilən ali məktəb çalışır ki, plan yerləri dolsun. Əgər o 150-200 bal olmasa, özəl ali məktəblər bağlanacaq. Bilirsiniz? Bu yaxşıdır, pisdir. Yəni, mütəxəssis hazırlaya bilmirsə, əlbəttə bağlanmalı. Yalnız bir nəfərin, bir özəl məktəbin, ali məktəbin rektorunun milyonçu olmağına xidmət edirsə, bağlanmalıdır. Bu belədir indi. Bu belədir. Mən özəl universitet rektoru tanıyıram ki, buradan qazandığı milyonlarla Gürcüstanda otel tikir, sonra mənim pulumdan, sonra klinika tikir. Mənim pulumla, bizim uşaqların puluyla. Burada qoymur o pulu. İkinci tərəfdən, elə ali məktəblərdə elə ixtisaslar var ki, prestijli deyil. Onlar 150-200, 250 balla deməli, tələbə qəbulu deməli, həyata keçirilir onlara, həmin ixtisaslara. Şübhəsiz ki, onlardan bir mənalı olaraq mütəxəssis düzəltmək qeyri-mümkündür. Ancaq maraqlı tərəfi nədən ibarətdir? Onlar ali məktəbi bitirə bilirlər. Maraqlı tərəfi odur. Yəni, 150-200 bal o deməkdir ki, nə xətti təlliyə eləyə bilir, nə cümlə eləyə bilir, nə Newton qanunu bilir, nə kimyəvi elementlərin, lap birinci qrup elementlərin, ən sadə valentliyini bilir. Amma gəlir, ali riyaziyyatdan da qiymət alır. Amma gəlir, fərz eləyək ki, müxtəlif o çətin fənlər, statistikadan da qiymət alır. Ehtimal nəzəriyyəsində də qiymət. Məsələ burasındadır. Bu pula görədir. Yəni, sən pulu ver, sən mütləq qutaracaqsan. Təhsil haqqını ver, əsas məsələ odur. Özəl məktəblər kimi. Məsələ çox maraqlı bir şeydir. Təhsil haqqında qanunda dəyişiklikdə, təhsilin müxtəlif pillələrində şəhid qazi ailələrinin təhsil haqqlarından azad olunması məsələsinin əlavə olunurdu düzəlişdə. Mən 4 dəfə çıxış elədim. 4 dəfə. Şəhid övladlarının özəl orta məktəblərdə ödənişsiz təhsil almaq maddəsini qanuna deməli, əlavə etdirə bilmədim. Şəhid uşaqlar. Nəyə görə? Onlar bəs deyirlər ki, biz vətənpərvərik, biz bu. Sən dövlətin hesabına özəl orta məktəb yaradıbsan, 10 mindən 30 minə qədər təhsil haqqı alıb, 5 də şəhid uşağı olsun da. 5-dən də şəhid uşağı qəbul elədi. Milli Məclisin rəhbərliyi də bu məsələyə etinasızlıq bəslədi. Məsələn, mən misal çəkirdim ki, mənim tanıdığım Orxan adlı bir şəhid var. O şəhid olan günü oğul övladı dünyaya gəlmişdi. Və hesablamaq lazım idi ki,
neçə şəhidin məktəbli uşağı var, çox az. Əskərsiz subaydır rəhmətliklər əksəriyyət. Ona görə də o 150 baldan biz gəldik, çıxdıq bura. Belə qarışıqlıqlar var və əmək bazarı, bilirsiniz, əmək bazarı da rasional deyil. Məsələn, bir nəfər yazmışdı ki, Abil Məhərrəmov mənə çox böyük pislik elədi. Mən iş tapanmıram, çünki biz hüquqa girəndə 100 nəfər girmişdik, 600 nəfər bitirdi. Onlar iş tapdı, biz iş tapanmadıq. Maraqlıdır, Bəli. Yəni bu dövlətin proqramı, o da gətirdi, yığdı ora, Beynəlxalq Universitetdən, San Marino şeydən, Yücdağdan filan. Bu 100 nəfər oldu, 600 nəfər. Onlar çevikdir də, zirəkdir. İş tapdılar, deyir, mən işsiz qaldım. Mənim deyir, başkarım Abil Məhərrəmov. Etibar müəllim, son vaxtlar erkən nikah cinayətlərinin də sayı artıb. Məktəblilərin erkən nikaha cəlb olunmasına göz yumanlar kimlərdir və bu məsələdə daha çox kim günahkardır? Müəllim, valideyn, yoxsa digər aidiyyatı qurumlar, Təhsil Nazirliyi, Ailə Qadın Uşaq Komitəsi, kimlər günahkardır? Bu o qədər ciddi məsələdir ki, hamısı bir-birini tamamlanmalıdır. Ailə Uşaq Qadın Problemləri Komitəsi işləmir. Yoxdur elə bir qurum. Yoxdur elə bir. Onlar yalnız hadisə baş verəndən sonra münasibət bildirirlər. Bir də Tural bəy, bilirsiniz, uşaqların formalaşmasında anaların rolunun üstəsinadır. Çox təəssüflər olsun ki, analar TikTokda, bəzi analar TikTokda seriallara baxırlar, uşaqlar da onu müşahidə edirlər, hətta uşaqlar da ona baxır. Hətta TikTokda məktəbli qızların çox iyrənc görüntüləri də yayılır. İyrənc görüntülər də yayılır, bəli, bilirsiniz. Siz bir şəhərdən keçəndə filan baxın, o şüşəli qəhvəxanalar var. Baxın, nə qədər yeniyetmə qız siqaret çəkir orada. Qəlyan çəkirlər orada. Yəni, bizim mentalitet deyək, bizim ənənələr deyək, başqa şeylər deyək. Mən onu bizim xalq üçün bunları yol verilməz hesab edirəm. Və məktəb nəzarətdən çıxdığı üçün siz deyən hallar çoxalır. Siz deyən hallar çoxalır. Yəni, uşaq məktəbdə yoxdursa, sosiallaşma yoxdur, başqa sosiallaşma var. Küçə sosiallaşması. Əslində, sosiallaşma, məktəb, universitet sosiallaşması olur. Və elə hal deyil, Azad Neft Sənaye Universitetində 1000 uşaq birdən-birə oğru qanunlarına, oğru dünyasının adamına mahnı oxusun. Belə hal deyil. Bunlar eyni davranış, eyni səs tembrları, səs tonu falan, 1000 nəfər, 1000 tələbə. Siz bunu harada məşq eləyib? Harada məşq eləyib bu? Uşaq gəlir ali məktəbə dərs öyrənməyə, yoxsa oğru dünyasının adamına meyxana oxumağa. Biz nədən irəli gəlir? Etinasızlıqdan. Müəllim dərsini deyir köhnə dərsliklərdən, saralmış konspektlərdən, atır flamastırı ya da çıxır, qaçır məktəbdən. Universitetdən çıxır, qaçır. Belə deyil dərvərlər. Benim yadımdadır, bir nəfər 80-ci ildə bir nəfər bizim sinif yoldaşımızın əlindən siqaret tutmuşdular. 4 təşkilat bir gün gəldi, oturdu məktəbdə. Direktora töhmət verdilər. Qardaş, bu deyil. Bu inzibati qaydalar deyil, inzibati yol deyil. Deməli, cəzasızlıq mühiti var da. Səbəb odur. Bir mən alım. Son vaxtlar bəzi televiziya kanallarında əxlaqi mənəvi dəyərlərimizə qarşı müəyyən nifrəti sanki görürük. Biz maarifçilik əvəzinə bizim mental dəyərlərimizə xas olmayan elementlər sərgilənir, nümayiş olunur, hətta təbliğ edilir. Buna münasibətiniz necədir? Ümumiyyətlə, televiziya rəhbərləri bilirlərmi ki, maarifçilik nədir? Maarif nədir? Maarif yaranandan cəhalətə və əxlaqsızlığa qarşı mübarizə hərəkatı olubdur. Maarifin missiyası bu. Və açığı mən o televiziyalara baxa bilməm. Çünki
əgər hansı bir elmlə bağlı, təhsillə bağlı, maarifləndirici bir deməli, mənim xoşuma gələn veriliş olsa mən baxaram. Bilirsiniz, Tural bəy, bu verilişlərə də hər öz tanışını çağırır. Məsələn, Elgizdir, Xoşqədəmdir, sonra Ayza oldu. Onlar birbaşa mənəviyyata təsir edən, əxlaqa təsir edən verilişlər. Amma elə məsələlər qaldırırlar ki, elə qaldırılan məsələlər elə şəxsləri təyin edir. Salam əleyküm olan adamlar bu ictimai mənafeni şəxsi mənafiyə qurban verməkdir. Bu məsələləri bilənlər müzakirə edir. Elmlə bağlı verilişi elm aidiyyatı olmuyor. Təhsillə bağlı veriliş təhsil aid olmayanadır. Çaşdırırlar, ictimai rəyi çaşdırırlar. Məsələn, bayaq biz dedik o məsələn. O uşaqların bıçaqlanması, qızların siqaretlə birinin alnına səpələməmsiz. Öyrədirlər həmin ekspertləri, çıxırlar həmin televiziyaya, deyirlər, burada bir mənalı günahkar valideyndir, məktəb. Bu məktəbdən kənarda olur. Qardaş, bura bir sistem yanaşmaq lazımdır. Sistem yanaşma yoxdur. Bu məktəbdən çıxıb bu baş verib də. Məktəbdə o geyimlə uşağı niyə buraxırsınız məktəbə? Çağırırsan valideyni, qohumunu, əqrabasını. Bu nə geyimdir? Bu məktəb prinsiplərinə uyğun gəlmir. Və çox maraqlı bir şey deyim, siz baxırsınız, o səs yazısı olan direktorlar falan, hamısı bir-birinə oxşayır. Bir sıra hallarda ailə münaqişələrini özündə əks etdirən televiziya verilişlərində məktəblilərin, yeniyetmələrin üzünə bulur verirlər, onların üzü görünmür. Ancaq valideynlərinin üzü görünür və hər kəs bilir ki, onları tanıyanlar bu kimdir, kimin uşağıdır və sonradan həmin uşaqlar bullyingə məruz qalırlar. Soruşmaq istəyirik ki, buradan Xoşqədəmlərə, Ayzaurlara və digərlərinə hansı çağırış eləyərdiniz ki, bax, bu cür hallara yol verilməsin? Bilirsiniz, o verilişlər mütləq bağlanmalıdır. Mütləq bağlanmalıdır. O pedaqoji əvvəllər deməli şuralar olardı televiziyalarda, bütün verilişləri. Həmin şuralar o tanınmış adamlar olardı, mənəviyyatı bilən, əxlaqı bilən, oturuş, duruşu bilən belə. Onlar rəy verərdi. İndi o televiziyanın rəhbərləri nə rəy verə biləcəklər ona? Ən dəhşəti nədir? Bu məşhur yumoristlərdən birinin fikridir. Deyir, indi ekoloji təmiz yumor yoxa çıxır. Biz o yumorlar yumor deyil. Siz kimi aldadırsınız? Adamlar var, Bernaşovun da oxuyub, Pirandellon da oxuyub, Hüseyn Cavidi də oxuyub, pyeslərini, Cəlməmətli. Onlar yumor deyil axı. O təlxəlikdir, yumor deyil. Və yumor tamam başqa bir şeydir. Yumor iti ağlın məhsuludur, bilirsiniz, iti ağlın məhsulu. Məsələn, o verilişlərin birində deyir ki, nə demişdi qoy görüm, deyir ki, bu eşək deyir, mənim dədəmdir, deyir. Ay, bu nə yumordur. Ona görə də hər sahədə peşəkarlar olmalıdır. Və ən əsası isə hər şey məktəbdən başlayır. Məktəbi bilmək lazımdır, məktəbi hiss eləmək lazımdır. Məktəbi hiss eləmək lazımdır. Məktəbini itirən cəmiyyət gələcəyini itirir. Təşəkkürlər Etibar müəllim, bizə vaxt ayırdığınız üçün sizə dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun.